əsrlərin yadigarıdır, min illərin yadigarıdır. Ulu nənələrimizin ismət örpəyi, analarımızın qismət örpəyi, qız gəlinlərimizin məhəbbət örpəyi olubdur. Bəzi mənbələrdə Kəlağayının 300 il öncə istehsalı deyilir. Ancaq dünyaca ünlü dünyəvi şairimiz Nizami Gəncəvinin yaradıcılığında görürsən ki, Kəlağaydan şeirlərində istifadə edibdir. Yazır ki, sanki bir pəridir, pəri yox bir ay, qəhrəman bir qızdır başda Kəlağay. Dirilik suyudur, gözü qapqara, gecəni qərq edir, ay tək nurlara. Abbas Tufarqanlı şeirlərində rast gəlirik, Qurbani şeirlərində rast gəlirik, Aşıq Ələsgərin şeirlərində rast gəlirik və bugünümüzə qədər poeziyamızda nümunələr var. Ona görə də dəqiq mənbə yoxdur ki, neçənci ildə bu Kəlağayı istehsal olunub, yaranıbdır. Hətta 1862-ci ildə Basqallı Abdüləziz kişi Londonda Kəlağayı sərgisi edəndə orada xanımlar, İngiltərə xanımları heç Kəlağayına baxan kimi heyran qalıblar. Onun keyfiyyətini, gözəlliyini duyublar və hamısını alıblar və deyib ki, heyif ki bilsəm çox gətirərdim və gümüş medalla təltif olunubdur. Ona görə də dəqiq bilmək olmur, yəni desək yalan olar. Biz deyərik ki, neçənci əsrdə bir də daha çox araşdıranda görürsən ki, ondan da daha öncələrə təsadüf edir. Mən gördüm ki, bu boşluq doğrudan da var. Uzaqlaşmışıq, Kəlağaylarımız sandıqda qalıbdır. Təzələri də düzdür, sağ olsun bizim Rəna İbrahimbəyova var. O hər zaman Kəlağay haqqında gözəl tədqiqatlar aparır, deyir, danışır, göstərir və Basqalda da bugün orada da Kəlağay muzeyi var, Kəlağay istehsal olunur. Ancaq bizim təbliğatımız, mən deyərdim ki, Kəlağayının istehsalına geniş yollar açıldı. Və mən qürur duyuram ki, Kəlağaylarımızdan indiki gənc nəsillər istifadə edir. Bu Kəlağayı sirdir, sehirdir, mehirdir, məhəbbətdir, sevgidir. Görün, nə qədər sədaqət var ki, ulu nənələrimizin Kəlağayını biz ehtiram, məhəbbət, sədaqət, sevgi göstərərək sandıqda qoruyuruq. Dolablarımızın ən gözəl yerində saxlayırıq. Ancaq nədənsə uzaqlaşdığımızdan istifadə edə bilmirdik. Mənim özüm inanın, o qədər çətinlik çəkdim istifadə edəndə ki, ay Allah deyəcəklər, qoca qarıdır, bu necə istifadə edilir, neyinir? Ancaq gördüm ki, yox dərəcəsindədir. İlk öncə özüm istifadə etdim. Mən istifadə etməsəm, bu qədər təbliğat nəticəsini verə bilməzdim. Çox qürur vericidir ki, bizim zəfərimizdən sonra Kəlağayların üstündə xarı bülbül ustalar həkk edirlər. Kəlağay ornamentləri sistemində də ən qədim, ən geniş yayılmış motivlərdən biri də buta naxışıdır. Buta naxışı da bizim Azərbaycan xalqının sevimli naxışıdır. Naxışlar da cürbəcürdür. Var küsülü buta, var sevgili buta, var qoşa buta, var tək buta, şah buta. Bu butalı Kəlağayını indiki gənc nəsil çox sevir. Bir də var nar. Bu da bolluq rəmzidir. Ona görə də bu nar ornamentlərdən də çox istifadə edirlər. Gül rəsmləri həkk olunur. Mənim baba örtdüyüm Kəlağayı Göyçə mahalından Zərifə nənənin Kəlağayısıdır. Hardasa bunun bəlkə də 200 yaşı var. Xüsusi hazırlanıbdır. Bəlkə mən deyərdim ki, yeganə bir Kəlağayıdır bugün. Öz keyfiyyətini özündə qoruyub saxlayır. Baxırsınız, elə bil bugün alınıbdır. Biz Kəlağay ədəbiyyatı yaratdıq, Kəlağay külliyyatı yaratdıq. Belə şairlər təbəgərdi, şeirlər yazdılar. Klassiklərimizin yaradıcılığını müraciət edəndə orada görürük ki, çox az rast gəlinir. Misal üçün, Nizami Gəncəvidən bir mətn dedim. Səməd Vurğun yazır ki, gecənin sarvanı o ulduz o ay, anamın örtdüyü sarı Kəlağay. Gözümdə qalmışdı ömrün uzunu, bəlkə də şairin taliyidir bu. Aşıq Ələsgər yazır, ay qız sənin nəvədənli kəsilib qısa tellərin, Kəlağay alvan qıyqacı üstündən basa tellərin. Gəlirik müasir zamanımızda. Biz deməli Qazax şəhərində tədbir keçirəndə orada Barat Vüsal iştirak etdi və elə bir şeir təqdim etdi ki, mən deyərdim ki, bugün Kəlağayı haqqında ən gözəl yazılan şeirdir.
Yazır ki, vətən torpağının bir hissəsi tək. Onu unutmayam gərək mən anam. Mənim gözlərimdə uşaq vaxtları anam Kəlağaydı, Kəlağay anam. Kəlağay deyildir adi bir örtü. Oxumaq istəsək himn olacaqdır. Qızlar, başınıza Kəlağay örtün. Nə arzu desəniz, Çin olacaqdır. Belə bir şeir yazı, çox gözəl bir şeirdir. Mən hələ 2 bəndini dedim. Çox gözəl təsvir edir. Deməli, bu Kəlağayının ölçüsü dədə babadan 1.60-da olub, 1.50-də olub. Ancaq müasir zamanda indiki yəqin ki, ipəyin istehsalından əlaqədar standart 1 metrə 50 santdır. Eni uzunu bərabər və bir də var bunların 4də biri. Bu 4də biri törəmə Kəlağayı deyirlər. Törəmə Kəlağayı da bu Kəlağayların 4də biridir. O vaxtı nəmər əvəzi toy çalanların, zurna çalanların toyçular dəstəsinin qoluna bağlayardılar. Bir toy nişan olanda darvaza deyirdilər, qapıdan bağlayardılar. Bilərdilər ki, sən demə bu gecə Ruslangilin qapısında qırmızı bağlanıb, qırmızı Kəlağay bağlanıb, nəmər Kəlağayı. Evdə qız xeylağı var, yəqin onu behliyiblər, kiməsə veriblər. Yəni bununla cəmiyyətə aydınlıq gəlirdi ki, deməli bu evdə xeyir iş var. Uzaq olsun əlbəttə ki, ölüm haqqı hamının başına gələcəkdir. Yas yeri olanda qara bağlayardılar. O vaxtda telefon yox idi, əlaqələr yox idi və onunla kəndə səs düşərdi, hay düşərdi ki, hamı o ev axın edərdi ki, qara Kəlağay bağlanıb, görən nə olubdur. Yəni bu Kəlağayların rənglərinin də mənası var. Nişan olanda qırmızı Kəlağay aparardılar. Əlbəttə ki, qırmızı xoşbəxtlik rəmzi deməkdir. Ağ Kəlağay da nişanda aparılardı, bu da ağbəxt deməkdir. Sonra soğanı Kəlağayları gündəlik örtərdilər. Bir də var idi zəkiyə şallar. O zəkiyə şallar ağ rəngi olurdu. Elə bil bu Kəlağaylar hardasa toxunursa 5 qat ipdən, o toxunurdu 15 qat ipdən. Daha möhtəşəm, daha sambalı, çox da baha olardı. Onu hər adam hədiyyə ala bilməzdi. Zəngin xanımlara məxsus idi. Bəzilərindən də özünün belə naxışları var idi. Bir də o vaxtı yarımdan bir yaylıq aldı mahallarda doxunur. O yaylıq da cib yaylığından söhbət gedir. Törəmə Kəlağayların da 4də biri var. O da çox balaca, 40-ın 40 ölçüdədir. O vaxtı belə ciblərinə qoyurmuşlar və onların zənginliyini sərgiləyirmişdir ki, sən demə, bu insan zəngin bir insan. Mən Gürcüstanın Rustavi şəhərində doğulmuşam, böyümüşəm, yaşamışam, ailə qurmuşam, orada nəvələrim olubdu. Sonra nəsə tali ilə gətirdi, həyat yoldaşım dedi ki, Bakıya köçməliyik, biz köçdük Bakıya. Biz Gürcüstanda qeyri-millət içində elə yaşamışıq ki, atam elə milli kişi olub ki, 5 bacı olmuşuq, 5-imizin də qoşa hörüklərimiz olubdur. Və həmişə də deyibdi ki, başqa dilləri öyrənin, ancaq həmişə öz dilimizdə danışın. Evimizdə saz çalınardı. Mənim əmim rəhmətlik Qələndər, Tomarov, Qələndər Yunisoğlu zurnaçılar dəstəsinin içində iştirak edirlər. Onlar Qazaxdan gəlirdilər Rustaviyə və oradan Borçalı toylarına gedirdilər və qaydanda onlar həmin o törəmə nəmər Kəlağaylarını gətirirdi. Və nənəm də bunu yığırdı. Bunlar məndə qalmışdı və həmişə mən bunu saxlayırdım, qoruyurdum. Elə nənəmin də bir soğanı Kəlağayısı var idi. Sonra düşündüm ki, bu Kəlağayları toplayam. Harda rast gəldi, qədimi Kəlağaylar, içəri şəhəri gəzdim, aldım, yığdım. Sonra gördüm ki, 2018-ci il idi. Baxdım ki, 2014-cü ildə Kəlağayımız, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevin təşəbbüsündən UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyasətine daxil olubdur. Baxdım, nə gözəl, nə möhtəşəm. Və dedim ki, belə bir yol salıb bizim üçün və biz də bu yolla davam eləməliyik. Mən onda Aşıq Pəri Məclisində fəaliyyətdəydim. Orada belə bir ideya irəli sürdüm ki, gəlin Kəlağay bayramı keçirək. Doğrusu, bəzilər dedilər ki, sən nə danışırsan, Kəlağaya da bayram keçirmək olar. Belə dedim, olar. Əgər bu UNESCO-ya daxil olursa, əgər bugün bunun istifadəsi yoxdursa, əgər bugün bu sandıqlarda qalıbsa, niyə də etməyək? Etdik də. Çox möhtəşəm də alındı. Azərbaycan televiziyası gəldi, bütöv çəkdi. Çox böyük səs saldı. Kəlağay haqqında ilk şeiri elə özüm yazdım. Bini binnət olan binəmdən gəlib.
banu çiçək kimi sənəmdən gəlib, nənələr nənəsi nənəmdən gəlib verər bizə hər murazı Kəlağay. Ulu Dədə Qorqudun boyu uzun Burla xatına hədiyyə verdiyi ipək yaylıqdır Kəlağayı. Ulu babamızın babasının öz ömür gün yoldaşının nənəsinin nənəsinə verdiyidir bu Kəlağayı. Biz niyə bundan uzaqlaşmalıyıq? Və ondan sonra biz Kəlağayı bayramı keçirdik. Mənim fəaliyyətim çox genişləndi. Mən artıq özüm Mirvarid Dilbazi Poeziya Məclisi yaratdım və Mirvarid Dilbazi Poeziya Məclisinin nəzdində layihələrimiz Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən bir neçə qrant müsabiqəsinin qalibi oldu. İlk layihəmiz elə adı məclisimizin simvolu olan Azərbaycan ilk qadın xalq şairi Mirvarid Dilbazinin 110 illiyinə təsadüf elədi. İkinci layihəmiz oldu Azərbaycan Kəlağay isimlilərin yadigarı. Artıq mənim burada xeyli sayda Kəlağaylarım var idi. Rəşid Beyputovanın mahnı teatrında 50 Kəlağayım orada sərgidə var idi. Elə oradakı xanımların Kəlağayısı yox idi. Elə hamısı o Kəlağaydan istifadə etdi Aşıq Pəri Məclisi. Və biz düşündük ki, bu filmdə biz sosial şəbəkələrdən heç nə götürməməliyik. Bizim özümüz əyani bunu çəkməliyik. Getdik Baskalda, orada Qamətin emalatxanasında mən özümün gözümün şahid oldum. İnanırsınız, bəzən bəlkə də məni qınayırlar. Qınasalar da mən öz sözümü deyəcəm ki, deyirlər Kəlağayı bahadır. Mən onların orada elə əziyyətini gördüm ki, mən dedim, vallahi Kəlağayı nə qədər bahadır olsa yenə də ucuzdur. Ona görə ki, bu Kəlağayı istehsalına qadınların gücü çatmaz. Bunun istifadəsini qadınlar istifadə edir. Ancaq istehsalı kişilərlə aşır. Kişilər orada o qədər əziyyət çəkirlər, bunu rəngdən rəngə salırlar. O bayalar qaynar suyun içində artıq olmaz onu qaynatmaq, onu sudan çıxartmaq, onu sərmək, sonra bir də rəngə salmaq. Təsəvvür elə o qədər çətin proseslərdir ki, və mən daha da belə diqqətlə yanaşmağa başladım və düşündüm ki, yəni bu yol davamlı olmalıdır. Sonra bizim gələnki layihəmdə oldu ki, ədəbiyyat adamları, şairləri, insanları həvəsə gəldilər. Kəlağayı haqqında o qədər şeir yazıldı ki, Kəlağayı Əlvan Qıyqacı layihəmiz qrant müsabiqəsinin qalibi oldu. Onda da 72 şairin şeirləri orada dərc olundu. Bir dəfə Naxçıvanda bizim tədbirimiz var idi, Sazlı Sözlü Kəlağayı Günlər layihəsi çərçivəsində. Mən hər zaman qoca nənələrdən müsahibə alıram. Dedim ki, Sevinç Səbzəliyevin qaynanası. Dedim, nənə, Kəlağayı haqqında nə bilirsən? Dedi, bala, başına dönüm. Kəlağayı bizim bəzəyimiz idi. Biz bir yana gedəndə, toya nişana, bizə başqa bəzək lazım deyildi. Nə bazara gedib paltar almırdıq, nə salona gedib bəzənmirdik. Kəlağayımızı örtürdü, o da bizim bəzəyimiz idi. Görün, bunda nə qədər halallıq deyim, ismət deyim, nizam-intizam deyim. Ancaq indi bir günün eşqinə 100 mağaza gəzirsən, salona gedirsən, nə qədər vaxtın gedir. Yəni, bütün bunların hamısı, mən demirəm, bugünkü gənclər, gənc qızlarımız bəzənməsinlər. Bəzənsinlər də, düzənsinlər də, hər şey qaydasında olsa daha gözəl olar.